Salam, mənim gözəl bacılarım, qardaşlarım, gözəl gül balalar. Nətərsiz? Həmişə yaxşı olun. Bizdə əvəlik quruduruq, əvəlik. Əvəliyi nətər qurudurlar? Əvəliyi bağdan yığdıq, təmiz-təmiz yuduq. Sonra sərdik, biraz suyu getdi, qurudu. Sonra onu balaca-balaca doğrayırıq. Balaca-balaca, bax belə balaca-balaca doğrayırıq. Sərrik, evdə quruduruq, evdə. Çöldə qurumaq olmaz. Çöldə quruyanda pis olur. Amma evdə quruyanda qəşəng olur, gömgöy olur, yamyaşıl olur. Evdə sərik, evdə stolun üstünə süfrə sərik. Süfrənin üstünə sərik, 10 günə kimi quruyur. Tez-tez də gedib gəlib qarışdırırsan ki, hər tərəfi eyni qaydada qurusun. Biz neçə illərdir bunu əvəliyi hörürlər də, hörürlər. Hörəndə yaxşı olmur. Belə qəşəng doğrayanda qəşəng olur, çox qəşəng. Tam onu bir dəfə yuyursan, bunu yeməyə atanda bir də bunu yumursan. Yusan da olar, yumasan da olar. Çünki ev şəraitində quruduruq. Çöldə toz torpaq olmasın deyə ona görə ev şəraitində quruduruq. Siz də yığın, qurudun, can sağlığından da yeyin. Gözəl mənim bacılarım, qardaşlarım.